Сегодня воины азербайджанских национальных армии освободили последний оплот 3 сел Эркеч с нашими друзьями, соотечественниками, азербайджанцами, патриотами, воинами-чекистами. Уничтожим последний оплот. Воздав Азербайджанской суверенной Азербайджанской республики. Ура! Привет. Daşaltı əməliyyatının əfsanəvi komandiri. Sağ ol əmi. Azəri Respublikasının bayrağı. Düş bine. Koyu komando. Cənazəsi 31 il sonra tapılan milli qəhrəman Riyad Əhmədov. ...1956-cı ildə Bakıda Ziyalı ailəsində anadan olub. Orta təhsilini 134 nömrəli orta məktəbdə başa vurub. Hərbi xidmətini Əfqanistanda keçib. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. 1980-81-ci illərdə Ədliyyə Nazirliyinin Kadrlar şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 1981-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riyad Əhmədov Dövlət Təhlükəsizlik Komitəsinin Minskdəki Ali məktəbində təhsil alıb. Valideynləri onu hakim və ya prokuror kimi görmək istəsə də, o kabinet adamı olmadığını bildirirdi. 1991-ci ildə Çaykənd əməliyyatında göstərdiyi igidliyə görə mükafatlandırılır. 1991-ci ilin sonlarında o yeni yaradılan Müdafiə Nazirliyinə keçməyə qərar verir. Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyi onun bu addımının qarşısına almağa çalışsa da, bütün vəzifə təkliflərinə Riyad Əhmədov rədd cavabı verir. 1992-ci ildə Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunur və xüsusi təyinatlı dəstəyə rəhbərlik edir. Bu dəstənin üzvləri Əfqanistan müharibəsində iştirak etdikləri üçün ən təhlükəli əməliyyatlara cəlb olunurdular. Riyad, Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdam və digər torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak edir. Qatıldığı 38 əməliyyatdan uğurla çıxaraq düşmənə ağır zərbələr vurur, onun silah-sursat anbarını məhv edir. Buna görə ona polkovnik leytenant rütbəsi verilir. Riyad Əhmədov ermənilərin qorxulu yuxusuna çevrilən komandirlərdən biri kimi tanınır. Özü açıqdır, o vaxt Riyadın atası, rəhmətli Riyadın atası Nazirlər Kabinetinin birinci müavininin oğlu idi. O niyə gəldi bu? O gəldi, könüllü gəlmişdi. Könüllü gəlib, könüllü də getdi. Onun Azərbaycan hərb tarixinə adını yazdırdığı döyüş isə Daşaltı əməliyyatı olub. 1992-ci il yanvarın 25-də Riyad Əhmədov və dəstəsi əməliyyat keçirmək üçün Daşaltıya kəşfiyyata göndərilir. Əməliyyatdan öncə Riyada deyilib ki, əmrin olmadığı üçün döyüşə getməyəcəksən. Riyad xidməti vəsiqəsini və tapancasını təhvil verib, sıravi döyüşçü kimi kəşfiyyata gedəcəyini bildirib. Düşmənin diqqətini yayındırmaq üçün kəndə göndərilən 11 döyüşçüdən ibarət dəstə bələdçilərin satqınlığı ucbatından düz ermənilərin üstünə gedib çıxıb və mühasirəyə düşüb. Riyadgil axşam saat 6-dan 11-ə kimi döyüşüblər. Daşaltı əməliyyatı uğursuzluqla nəticələnsə də, Riyad Əhmədov və cəbhə yoldaşları əməliyyat zamanı ermənilərin 80-ə yaxın canlı qüvvəsini və bir neçə texnikasını məhv edirlər. Riyad döyüşlər zamanı yaralanır, amma cəbhə yoldaşlarına bunu hiss etdirmir. Əməliyyatda sağ qalmış döyüş yoldaşları ayağından yaralı olan Riyadı döyüşdən çıxarmaq istəsə də, Riyad razı olmur. Bundan sonra Riyad Əhmədovun nə öldüyünü görən, nə də ondan xəbər alan olub. Əməliyyatdan sonra dəyişdirilən girov və meyitlərin arasında da Riyad olmayıb. 7 iyun 1992-ci ildə ona Azərbaycanın milli qəhrəmanı adı verilir. Riyad Əhmədov Elmira adlı xanımla ailəli idi.
Bu evlilikdən 2 övladı var. O getdi 22-sində Şuşadan zəng elədi evə ki, nigaran qalmayın, yaxşıyıq, 2 gündən sonra gələcəyik. Həmin gündən Riyadın ailəsi onun yolunu gözləyirdi. Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildikdən sonra 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin cəsədinin qalıqları tapılıb. Onların arasında əfsanəvi milli qəhrəman Riyad Əhmədovun da qalıqları var. Milli qəhrəman Riyad Əhmədovun cənazəsi düz 31 il sonra təntənəli şəkildə 2-ci Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimizin büküldüyü bayraq onun həyat yoldaşına təqdim edilib. Çayımı içim, onların aşını verim arkadaşlarımızla. Ondan sonra Allah korusun, Allah'ın köməyini qayıdın evə. Birisi. Amin.